Azərbaycan futbolunun son illərdəki mənzərəsi dəyişmir. Qarabağ növbəti 12-ci dəfədə çempion oldu. Bu rəqəm nə qədər böyük görünsə də artıq bu uğur nə klubun daxilində, nə də ümumi futbol ictimaiyyətində təəccüb doğurur. Çünki bu artıq Qarabağ üçün normaya çevrilib. Komanda bu dəfə çempionluğu apreldə təmin etdi. Amma nə xüsusi qeydiyyətmə, nə də hansısa ab-hava dəyişimi yaşandı. Bu da bir növ klubun çempionluğa münasibətini ortaya qoyur. Məqsəd sadəcə titul qazanmaq yox, bunu sistemli və davamlı şəkildə etməkdir. Qarabağ üçün Premyer Liqa daha çox bir planın tərkib hissəsidir. Hədəf isə Avropa arenasında layiqli yerini tapmaqdır. Maraqlıdır ki, bu mövsüm Avrokuboklar Qarabağ üçün heç də uğurlu keçmədi. Amma bu onların daxili çempionata yanaşmasına heç bir təsir göstərmədi. Komanda mövsüm boyu stabil çıxış etdi. Hətta Avropa Liqasında və çempionatda məğlubiyyətlərin ardıcıl sıralandığı 2025-ci ilin əvvəlində belə Ağdam klubu özünü itirmədi. Komanda peşəkarlığını sübut edərək qısa zamanda toparlandı. Bu təkcə oyunçuların deyil, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında formalaşmış kollektivin peşəkarlığının göstəricisi idi.